əsli Kərəm nağılı. 17 il Kərəm düşüb erməni qızının dalısıca gedib dağda daşda dolanıb. Bu gəldi getdi Türkiyəyə. Türkiyədə Hüseyn Sultan, Sultan Əhmədi salmışdı zindana. Bunun da qızı Cənnət idi. Özünə dövrə yumuşdu, işlirdi ki, dədəsinin qisasın əmisindən alsın. Qızlar getdilər Cənnətə, dedilər, xanım, sən bir belə özündən gözəlliğindən, şəhamətindən deyilsən. Bura ermənilər gəliblər, çadır qurublar burada. Qızların içində bir dənə qız var, sən heç onun əlinə su da tökənməsən. Bu Cənnətə dəydi. Qızı qonaq çağır. Durmuşduq, öz dilimiz eyvandan belə baxırdı. Gördü ki, qızların içində bir dənə qız gəlir. Torpaq minnət çəkir ki, qədəmin qoy mənim üstümə. Bir dənə ətək don geyib, dövrəsi bir yolluq qızıldı. Birdən gözü sataşdı, baxdı, gördü ki, bunun başmağı yox da yağında. Gəldi, geçdi, girdi içəriyə, əbrişəm qaliçələr filan. Getdi yavaşca dipdə, qaliçəyə də qatladı bu yön tərəf, otdu quru yerdi. Qəza getdilər, qəzalar bunun qabağın qoyundan, içkə çörək, quru çörək götdü, başladı yeməyə. Cənnət burada özünü saxlayanma, dedi, xətəkər səndən 3 dənə xəta baş verib. Dedi, bir belə zibəralatla ayaqlım dolanırsan, öz yer rəbti var. Sən bəyə çadırda dədən xarabasında nə üstə oturarsan, mənim əbrişəm qaliçələrimi bəyənmədin. Səndən ötür əlvan qəzalar bişirmişəm, bir belə quru çörək götdüm. Bu da əsla oladı. Dedi ki, xanım, mənim dalımca bir əcəm oğlu 17 ildir düşüb dağlarda dolanır. Bunun ayağında başmaq da qalmır. Mənim ürəyimdən gəlmiş, o ayaqlım dolansın, mən yox. O indi bilmirəm, gəvən üstə, kol üstə yatır, durur necə. Mən necə gəlim əbrişəm qaliçənin üstündə oturum. O bilmirəm eşikdə nə yeyir. Sonra istəyirəm ki, əgər Allah istəsə bir-birimizə çatsaq, mənə sərki minnət eləməsin ki, sən filan yerdə belə yeyirdin. Mən çörək, quru çörək də tapanmırdım yeməyə.